Deməli, birinci biz alış eləyək, sonra xidmət satış eləyək. Avtoxidmət zapчастьlardır. Yəni biz mal alırıq, sonra da maşın gəlir, həmənki malı maşına sərf edirik və hansısa bir xidmət göstəririk ona. Birinci biz nə edirik? Alış, tədarükçü göstəririk kimdən? Məsələn, bu adamdan ambarı göstəririk, ambar. Nə alırıq? Toplu seçim. Deməli, nomenklaturada ehtiyat hissələr papkasından məsələn 10V 41 litr 100 dənə. Qiyməti 2 manatdan satış qiymətini sırası yazıram 3 manat. OK basırıq. Ondan sonra hesabatda biz ambar qalığı görə bilərik sırası tərtib et ki, nədən nə qədərdir bizdə. Yəni biz burada nə görürük? Deməli, bundan 100 dənədir. Maya dəyərinə görə 200 manatlıq malım var hal-hazırda ambarımda. Sonra mən satış eləyirəm. Satış eləyirəm. Məsələn, hansısa bir müştəri gəlir maşını ilə. Deməli, göstərirəm hardan çıxır ambardan. Plus. Deməli, mən bu həmənki müştəriyə bir dənə bundan sərf edəcəm. Bir dənə yağ və xidmət göstərəcəm ona. Plus bir dənə də xidmət. Deməli, xidmətlər bölməsində məsələn, akkumulyatorunu dəyişdim. Miqdar bir dənə, qiyməti də məsələn 100 manat. İşte bunu eləyəndən sonra hamısını burada göstərirəm yuxarıda alıcı, yəni ki, müştərinin adı nədir? Müştərinin adını göstərirəm, məsələn, Ədalət. Giriş tarixi, nə vaxt giriş tarixidir? Məsələn, bu gündür 5. İş nömrəsi yaza bilərsiniz, maşın modeli, probeqi, çıxış tarixi, qəbul edən kimdir? Qəbul edəni yazaq, məsələn, nə bilim, Əliyev Ələkbər. Marka Ford, Focus, nömrədə məsələn budur nömrə. Vəsə burada natamam əhləki basırıq. Yəni çıxış olmayıbdı, yəni ona görə mən bunu natamam eləyirəm. Buraxılış ili də burada yazılır. Natamam eləyirik hələ ki. Və biz bunun peçat formasına baxırıq. Peçat formasında nə görürük ki, ehtiyat hissələri, miqdar, xidmət, bu xidmət görülür. Usta, ustanı biz seçmədik. Deməli, akkumulyator dəyişdi, işçilər ustanı göstəririk. Usta da bizdə məsələn, nə bilim, İsmayılov Elmardır. Məbləğ işçilərə burada biz verə bilərik, verməyə də bilərik. Məsələn, mən hal-hazırda heç nə vermirəm də belə. Vəsə, bunu göstərdik. Peşat formaya baxırıq. Peşat formada bizdə nə görürük ki, usta İsmayılov Elmar bu xidməti gördü. Vəsə, bunu biz peşata veririk, çap eləyirik və OK-yə basırıq. OK. Hesabatlarda biz nə görə bilərik? Satış hesabatı, məsələn, bu gün ərzində deməli tərtib et. Biz burada görürük ki, Ədalət neyniyib, hansı işi görüb, hansı vaxtda və neçə görüb. Məsələn, bu malı satıb Ədalət 3 manata, mayası 2 manata idi, 1 manat gəlir gətirib və bu xidməti görüb Ədalət, bu həmənki usta. Parametrlarda bunu hamısını eləyəndən sonra deməli satış hesabatında gördük. Satış sənədlərinə giririk. Məsələn, otardı da bu uşu. Hamısını işi gördü. Burada yazırıq çıxış tarixi. Çıxış tarixi məsələn oldu sabahsı gün. Ayın 6-sı. Ayın 6-sı yazdıq. Bunu da eləyirik. Tamam. OK basırıq. OK. Bunu biz satış sənədləri siyahısında, bu общий списокda, hardakı satış sənədləri yığılır qaymələr. Bunlar görürsünüz, mühərrik nömrəsi burada var, VIN var, buraxılış ili var, çıxış tarixi, giriş tarixi, natamam, tamam. Bunlar hamısı orada var. Və yəni bunu filtr olar eləməyə. Necə filtr? Məsələn, giriş-çıxış tarixləri arasına biz qoya bilərik. Belə period qoyuruq. Tarix aralığını eləyə bilərik. Sonra məsələn, mənim maraqlıdır VIN. Filan bir VIN-i tez axtarmağa da bir ki. Burada mən yazıram ki, mənə bu VIN-i axtar. Məsələn, 5U, məsələn, X, C, W, 2C. Vəsə bunu sırası tapır bu. Yəni bu səni tez tapır. Kitaba basırıq, bunun içinə giririk. Hesabatlarda, satış hesabatında da hamısı görsənir. Ki, kim görüb, neçə görüb hamısını. Hərəkət sənədini bir dənə quş qoysanız,
Onun hərəkətdə gəlir, ilk dəfə basanda satış sənədi özü açılır. Və avtomatik bu borca gedir. Yəni ki, siz kontragentlər qarşılıqlı hesablaşmaya basanda görürsünüz ki, ədalət, yəni bu müştəridir, deyil ki, ədalət. Kontragentin borcu nə qədərdir? 103 manatdır. Vso, pulu götürürük ondan. Yeni sənədlər, kassa mədaxil orderi. Deməli, alıcı kimdir? Ədalət. Deməli, satış bölməsində ədalət. 103 manat. Vso, burada yazıram 103 manat. Avtomatik olaraq ədaləti seçəndə onun dövlət qeydiyyat nömrəsi də gəlir bura çıxır. Çünki biz ədaləti seçəndə yazanda ədaləti kontragenti də müştərini. Onun avtomatik rekvizitlərini də doldururuq. VIN, mühərrik, buraxılış ini, modeli hamısı doldurulur. İşte pul götürəndən də sonra avtomatik bu hesabatda nə olur? Borclar sıfırlanır. Və hesabatda, kassa hesabatında siz əgər baxsanız ki, mənə gün ərzində nə qədər pul gəlib? 103 manat pul gəlib. Ay ərzində sair xərclər də eləyə bilərsiniz. Məsələn, daxili rasxodlarını sair xərc edirəm. Hardan kassadan kimə nə bilim sair xərclər papkası nə var məndə? Nə bilim ofis xərcinə nə bilim 50 manat pul gedib məndə. O da kassa hesabatına düşür. Yəni görürəm ki, 103 manat gəlib məndə bu dövriyyə ərzində. Məxaric olub 50 manat, 53 manat qalıb kassada. Bir dənə də ayrıca bir hesabat var, sair xərclər hesabatı. Bu hesabatda biz görürük sırf rasxodlarımızı. Yəni parametrlarda bir dənə burada kimə quş qoysaq, belə, okey. Yəni, ofis xərci 50 manat, filan yerə nə bilim 20 manat gedib bu. Və hesabatda da bir dənə də var gəlir bölməsi. Gəlir bölməsi burada yoxdur, onda arxa tərəfdədir, açıqdadır. Orada da option mənfəəti görürsüz. Bu qədər.